Prezident İlham Əliyev əf sərəncamı imzaladı və sərəncam ümumilikdə 220 məhkuma şamil olundu və bir neçə saatdan sonra sərəncamın rəsmi olaraq icrasına başlanılacaq. Elə mövzunu studiyamızın qonağı millət vəkili Azay Quliyevlə müzakirə edirik. Azay mənim, xoş gəlmişsiniz. Xoş gəldiniz. Azay mənim, siz həm də əf komissiyasında təmsil olunursunuz. Deyirəm elə ilk əvvəl ondan başlayaq. Komissiyada bu fəaliyyət indiyənə kimi davam edib və nə qədər müraciət olmuşdu və ümumiyyətlə bu sərəncamın icrasına qədər gələn bir yol istəyirəm qısa xatırladasınız. Çox sağ olun. Əvvəla onu deyim ki, konstitusiyaya görə dövlət başçısı əf haqqında sərəncam vermək onun necə deyərlər hüququdur, vəzifəsi deyildir. Məsələn, bunu ictimaiyyətimiz bilsin ki, Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu humanizm siyasətini bunun humanisti ilə irəli gəlir. Davam etdirib. İndiyə qədər biz 71 sərəncam imzalanıb və 10.172 nəfər bu sərəncamdan faydalanıbdır. Və burada bir xüsusilə məqam vurulmaq istəyirəm ki, əf haqqında sərəncam heç bir halda məhkumun törətdiyi cinayət faktını aradan qaldırmır və yaxud da ona bəraət qazandırmır. Bu sadəcə olaraq humanizm siyasətini həyata keçirərək onların, yəni məhkumların yerdə qalmış, çəkilməmiş cəzalarını ya tamamilə azad edir, ya da bir hissəsini, yəni çəkilməmiş cəzanın yerdə qalan hissəsini yarıya qədər azaldır və digər təbii ki, formalar tətbiq olunur. Bu baxımdan da bu çox böyük bir ictimai, siyasi, eyni zamanda humanist nöqteyi-nəzərdən Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına uyğun, ona yönəlmiş bir siyasi aktdır və xüsusi nəzərə alsaq ki, müstəqillik günü ərəfəsində belə bir sərəncam verilir. Bu, bir də onu göstərir ki, dövlət başçısı həm vətəndaşların müstəqillik gününə olan münasibətini, onların daha çox belə bağlanmasını özündə əks etdirən bir addım atır. Eyni zamanda ailələrə, məhkumun yaxınlarına iki qat sevinç bəxş edir. Bu çox qiymətlidir və təbii ki, Cənab Prezidenti buna görə Azərbaycan ictimaiyyəti vətəndaşları adından da təbii ki, təşəkkür etmək mənə belə deyək ki, ədalətli olardı. O ki, qaldı sualınızın əsas hissəsinə. Bu, bilirsiniz ki, əf haqqında sərəncam imzalamamışdan qabaq əf komissiyası uzun müddət daxil olmuş müraciətləri araşdırır, baxılır və məlumat üçün deyim ki, bu dəfəki bizim müzakirələrimizə 895 iş daxil olmuşdur, müraciət daxil olmuşdur. Yeri gəlmişə müraciətlərdə daxil olunur. İlk növbədə əf sektor müraciətləri araşdırır. Əf haqqında komissiyanın qərarları, daha doğrusu əsasnaməsinin müddəalarına uyğun olub-olmaması müəyyən edildikdən sonra müvafiq arayışların toplanması üçün aidiyyatı dövlət qurumlarına göndərilir. Və ondan sonra həmin sənədlər, yəni arayışda daxil olduqdan sonra hər bir fərd haqqında, məhkum haqqında çox ətraflı, geniş bir arayış hazırlanır. Biz ona deyirik cinayətin fabulası və burada deməli məhkumun ailə vəziyyəti, təvəllüdü, əvvəlki məhkumluğun olub-olmaması, xəstəliyi və dövlət qarşısında olan xidmətləri, törətdiyi cinayətin ağırlıq dərəcəsi, ictimai baxımdan təhlükə olub-olmaması və törədilmiş cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməməsi, ən vacib isə peşmançılıq hissi keçirib-keçirməməsi, əməyə, təhsilə münasibəti, islah olub-olunmaması, vətən qarşısında, dövlət qarşısında xidmətlər və bütün demək olar ki, detallı məlumatlar əf komissiyasının müzakirəsindən təqdim olunur. Və biz deməli 7 müzakirə icrası keçirdik. 7 icrası çərçivəsində 895 işə baxıldı və mən sizə deyim ki, işlərə baxılan zaman çox ədalətli, obyektiv müzakirə keçirildi. Və demək olar ki, hər bir fərd haqqında əf komissiyasının bütün üzvlərinin rəyi mövqeyi nəzərə almaqla səsvermə yolu ilə qərarlar qəbul olunur. Düzdür, bu qərarlar tövsiyə xarakterlidir. Cənab Prezidentə tövsiyə xarakterli siyahı təqdim olunurdu. Amma mən sizə demək istəyirəm ki, proses kifayət qədər şəffaf, ədalətli və obyektiv keçirdi. Bunu istərdim bizim vətəndaşlar da bilsin. Hətta elə məsələlər olurdu ki, məsələn, əf komissiyasının üzvləri əlavə məlumatlar tələb edirdi, yaxud da əlavə vəsatətlər qaldırırdı. Və mən tam əmin edə bilərəm bizim vətəndaşlara ki, heç bir müraciət diqqətdən kənarda qalmadı. Hər biri haqqında fərdi qaydada baxıldı, müzakirə aparıldı və mən sizə bilirəm ki, çox obyektiv və ədalətli qərarlar qəbul edildi. Və nəticədə dediniz kimi 220 nəfər Cənab Prezidentin bugün imzaladığı əf haqqında sərəncamla siyahıya daxil edildi. Onların 175-i bilirsiniz ki, məhkum olmuş şəxslərin 175-i deməli azadlıqdan məhrum etmə cəzasına məhkum olunanların
geridə qalan cəzasından tam azad edildi. 25 nəfərin isə demək, cəzanın çəkilməmiş hissəsini yarıya qədər indirildi və digər 10 nəfərdən çox deyək ki, azadlıqdan məhrum olmayan cəza növündə məhkum olunmuş şəxslərin tam azad olunması yaxud da bir hissəsinin dediyim kimi yerdə qalan cəzanın yerdə qalan hissəsindən yarısından qədər azaldılması və digər deməli addımlar atıldı və xüsusilə burada bir şey də vurulmaq istəyirəm ki, 2 nəfər qadın məhbusun isə ona verilən azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş 2 nəfər daha doğrusu qadın vətəndaşın isə çəkilməmiş, ümumiyyətlə onun təxirə salmış daha doğrusu cəzadan tamamilə azad edildi. Biz ki, azyaşlı uşaqlar olduğuna görə qadınlar məhz uşaqlarının həddi buluğa çatmasına qədər onlara deməli azadlıqdan məhrum etmə cəzası tətbiq olunmur. Dövlət yenə də cənab prezidentə onları ümumiyyətlə verilmiş ona deməli cəzadan tamamilə azad etdi. Bütövlükdə isə dediyim kimi bu humanizmin təntənəsidir və bu təbii ki, yüksək səviyyədə qiymətləndirilməlidir və gərək bizim vətəndaşlar da bunu doğru qiymətləndirsinlər, normal cəmiyyətə inteqrasiya olunsunlar və gələcəkdə bir də belə bir səhvlərə və yaxud da cinayətlərə getməsinlər. Azam müəllim, siz xarici ölkələrdə çox olursunuz və orada Azərbaycanı təmsil edirsiniz. Çox maraqlıdır ki, beynəlxalq insan hüquqları təşkilatları bu tip əf qanunlarını necə qarşılayır? Yəqin ki, onlarla siz ünsiyyətdə olursunuz və fikirlərini bildirirlər. Əvvəla bu bu kimi addımlar və əf haqqını verən sərəncamlar təkcə humanizm təntənəsi deyildir, həm də insan haqlarına, Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə həm də bir hörmət əlaməti olaraq qiymətləndirilməlidir və bayaq dediyim kimi bu fərdi qaydada tətbiq olunan bir addımdır. Heç bir halda yenə deyirəm bu dövlət başçısının vəzifəsi deyilir, onu etməyə də bilər. Sadəcə humanizm addımıdır. Bəli, bunu edir. Əlbəttə bu baxımdan da obyektiv və ədalətli beynəlxalq qurumlar tərəfindən həmişə əf haqqında verilən sərəncamlar çox yüksək qiymətləndirilibdir. Ona görə ki, burada dediyim kimi insan haqlarının müdafiəsi baxımından, hətta fərdi qaydada pozulmuş hüquqların, bəzən ədalət prinsiplərinin ya pozulması, ya da lazım səviyyədə tətbiq olunmamasını nəzərə alaraq dövlət başçısı bəs bu cür addımlar atır. Burada yenə də insanların hüquqları, yaxud da toplanmış hüquqlar, yaxud da pozulmuş, yaxud da lazım səviyyədə qorunmamış hüquqları belə dövlət başçısı tərəfindən təkrar olaraq bərpa olunur. Buna görə də təbii ki, beynəlxalq qurumlar, xüsusilə dövlətlərarası beynəlxalq təşkilatlar bu məsələyə çox müsbət yanaşırlar və əminəm ki, indiki əf haqqında sərəncamada onlara adekvat qiymət verəcəklər. O başqa məsələ. Deyək ki, qərəzli təşkilatlar, Amnesty International, onlar həmişə öz qərəzlərində qalırlar. Nə etsək də, hansı addımı atsaq da onların bəlli bir təlimatları var. Məsələn, onların özlərinin fəaliyyət göstərdiyi ülkələrə baxanda. Onlar heç bir halda Azərbaycanın atdığı bütün bu pozitiv addımlara heç bir halda qiymət vermir. Çünki onların gündəliyi başqadır, onların məqsədləri başqadır. Ona görə də onları bir istisna etsək, bütövlükdə əlbəttə ki, beynəlxalq ictimaiyyət tərəfindən bu addımın atılması çox müsbət qarşılanır və təqdir olunur. Elə Amerika prezidenti Donald Trump hakimiyyətə gələndən sonra əslində öz açıqlamaları və verdiyi qərarlarla göstərdi ki, bu tip təşkilatların əsl fəaliyyətləri nədir və nəyə görə maliyyələşirlər. Ona görə istəyirəm heç elə onlara toxunmayaq və sizə bir sual vermək istəyirəm. Çox adam əflə amnistiyanın fərqini bilmir. Bunu istəyirəm bir izah eləyəsiniz ki, əflə amnistiyanı bir-birindən ayıran fərqlər nədir? Burada çox sadə bir fərq var. Əf haqqında sərəncam fərdlərə tətbiq olunur. Sırf olaraq müraciətlər orada deməli cinayətin mahiyyətindən, ağırlıq dərəcəsindən, yüngüllük dərəcəsindən asılı olmayaraq cənab prezidentin hüququ var ki, istənilən fərdi qaydada, istənilən məhkum fərdi qaydada əfv etsin. Bu sırf əfə bağlıdır. Amma amnistiya aktı qəbul olunur. Onlar fərdlərə qarşı, fərdlərə münasibətə tətbiq olunmur. Onlar cinayət məcəlləsinin bəlli maddələrinə deməli münasibətdə tətbiq olunur. Məsələn, cinayət məcəlləsinin deyək ki, filan maddəsinə əsasən 100 nəfər həbsdədir, yaxud da məhkum olub, yaxud bu vərdiqə formada məhkəmə tərəfindən, deməli, hüquq sistemi tərəfindən cəzalandırılıbdır. Onlar məhz həmin maddə altında olduğuna görə hamısı amnistiyanın, deməli, təsir dairəsinə düşür. Amma əfdə bu belə deyildir. Dediyim kimi, fərdi qaydada olur və bu baxımdan da əfin, yəni xüsusi mahiyyəti ondan ibarətdir ki, hər bir vətəndaşa cənab prezident çox həssaslıqla yanaşır, onların müraciətlərinə. Təbii ki, əfvi mümkün olanların hamısının əfvinə müraciət olunduğu halda müsbət yanaşır və indiyə qədər dediyim kimi 10.172 nəfər dövlət tərəfindən əfv olunubdur. Bildirdiniz ki, əfv sərəncamı bir çox
sizin olduğunuz ölkələrdə də müsbət qarşılanır və bu sərəncam müstəqillik günü ərəfəsində verilib. Belə yeri gəlmişkən sizin bu məsələyə mövqeyinizi bilmək istəyirəm. Bugün Çin Xalq Respublikasının sədri Prezident İlham Əliyevi təbrik edib müstəqillik günü ilə bağlı. Azərbaycanın regionda mövqeyini istəyirəm şərh eləyəsiniz. Bəli. Müstəqillik günü ilə bağlı yer gəlmişkən bilirsiniz ki, dövlət başçılarının təbrikləri daxil olur və hər bir təbrikin ümumiyyətlə mahiyyətinə biz baxasaq görək ki, hər bir təbrikdə Azərbaycanın mövqeyi, beynəlxalq aləmdə oynadığı pozitiv rol, deyək ki, iki tərəfli münasibətlərdə son dövrlərdə gəldiyimiz o yüksək nöqtə xüsusilə qeyd olunur. Və yer gəlmişkən Azərbaycan xalqının fürsətdən istifadə edib müstəqillik günü münasibətilə mən də təbrik etmək istərdim. Çünki bu bizim üçün çox doğma və müqəddəs bir tarixdir. Və belə bir dövrdə əlbəttə ki, həm də belə deyək, dövlət başçıları tərəfindən cənab prezidentin ünvanlanan təbrik məktubunda iki tərəfli münasibətlərin bir növ hazırki vəziyyəti də bir növ belə deyək də qiymətləndirilir. Ona görə də Çin Xalq Respublikasının Azərbaycan prezidentinə göndərdiyi təbrik məktubunda bir daha Çinin Azərbaycana nə qədər böyük önəm verdiyi xatırlanır. Çinlə Azərbaycan arasında indiyə qədər bağlanmış hadisələr, xüsusilə son dövrdə cənab prezidentin aprel ayının 22-24-də Çinə etdiyi rəsmi dövlət səfəri çərçivəsində bir yeri gəlmişsə, bu səfər çox yüksək səviyyədə həyata keçirildi və bilirsiniz ki, bir nömrə protokol, ən yüksək protokol tətbiq olundu cənab prezidentə səfərində və bu bir də onu göstərdi ki, Çinlə Azərbaycan münasibətləri sözünün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsində yüksəlibdir. Ona görə də strateji tərəfdaşlıq haqqında, hər tərəfli daha doğrusu strateji tərəfdaşlıq haqqında, münasibətlərin qurulması haqqında imzalanan həmin o sənəd, bəyanat Azərbaycan Çin arasında münasibətləri mən sizə deyirəm ki, çox böyük bir deyək ki, inkişafını müəyyən edir və gələcək perspektivlərini tənzimləyir. Və burada bilirsiniz ki, təkcə Azərbaycan-Çin arasında enerji sahəsində deyil, bir çox sahələr yer gəlmişdir, həmin səfər çərçivəsində 20-yə yaxın ayrı-ayrı istiqamətlərdə sənədlər də imzalanmışdı. Yer gəlmişdir, bunların birində çox maraqlı bir sənəd var. Bilirsiniz ki, dövlət başçısı Azərbaycanın siyasətində türk dünyasına, dünyada yaşayan türklər həmişə xüsusi önəm veribdir və hətta Çinlə olan münasibətlərdə belə bilirsiniz ki, Urumçi ilə Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasından bağlı bir ayrıca sənəd imzalanmış. Yeri gəlmişdir, bu gün Naxçıvanın icra başçısı da Çindədir və Urumçi şəhərində bu məsələləri birgə müzakirə edirlər. Yəni, burada da yenə də Uyğur türkləri ilə Azərbaycan arasında, Naxçıvan arasında olan münasibətlərin tənzimlənməsi və dostluq münasibətinin qurulması ilə bağlı müddəalar var. Digər sahələrdə təbii ki, bu deməli, süni intellekt bazarında birgə əməkdaşlıqdan tutmuş müdafiə sənayesinə qədər elm, təhsil sənaye, iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı, yaxşı enerji ilə bağlı Azərbaycan Çin arasında çox ciddi əlaqələr qurulmaqdadır. Və bugün biz baxsaq iki dövlət arasında ticarət dövriyyəsinin artım sürətinə görək ki, nə qədər yüksək sürətdə bu artımı biz müşahidə edirik və digər bir tərəfdən bugün bilirsiniz ki, Çin Azərbaycanın həm də ona görə dostluq və strateji əlaqələr qurmaq istəyir ki, Azərbaycan orta dəhlizin əsas açar ölkələrindən biridir və bəlkə də birincisidir. Dəhlizlərin əsas kəşfində yerləşir. Çinin bugün Avropa ilə əlaqəsinin qurulmasında, ticari əlaqəsinin qurulmasında Azərbaycan çox böyük bir logistik və transport, nəqliyyat imkanlarına malikdir. Ona görə də məsələ bu nöqteyi nəzərdən də əlbəttə Azərbaycan və Çinin münasibətlərinin bu səviyyədə qurulması həm də geosiyasi maraqlar baxımından önəmlidir və yer gəlmişəm mən deyim ki, bu Azərbaycan diplomatiyası ən böyük uğurudur. Çünki Azərbaycan bilirsiniz ki, xarici siyasəti doğrudan da bugün dünyaya bir örnəkdir. Azərbaycan həm Çinlə, həm Avropa İttifaqı'da yer gəlmişkən son keçən ayda yenə də Avropa İttifaqı'nın xarici siyasət üzrə ali nümayəndəsinin Kaya Kallasının Azərbaycana səfəri və münasibətlərin yenidən qurulmasından bağlı verdiyi bəyanatlar və yer gəlmişkən Azərbaycan-Avropa İttifaqı arasında iki tərəfli tərəfdaşlıq, çox tərəfli tərəfdaşlıq sazişinin imzalanması, strateji tərəfdaşlıq haqqında sazişinin imzalanmasından bağlı bir daha niyyətin bəyan olunması və hətta mətnin 90-95% hazır olunması ilə bağlı hər iki tərəfin verdiyi bəyanatlar təbii ki, bir də onu göstərir ki, Azərbaycan doğrudan sözün əsl mənasında müstəqil, milli maraqları söykənən siyasət yürüdür. Coğrafiyasında və coğrafiyadan kənarda istər Avropa qurumlarından olsun, istər Çinlə olsun, istər Rusiya ilə olsun, istər ABŞ, Amerika Birləşmiş Ştatlarına, istər Yaxın Şərqlə olsun, çox praqmatik, çox ağıllı və
uzaqgörən siyasi həyata keçirir və biz bunun faktiki olaraq bugün çox, necə deyərlər, faydasını hiss edirik, görürük. Bugün Azərbaycan, bayaq qeyd etdiyiniz kimi, tək Çinlə yox, həm də Avropa ölkələri ilə də münasibətləri normaldır. Elə burada bir sual vermək istəyirəm. Biz bilirik ki, Avropa Siyasi Birliyinin 2028-ci ildəki sammiti Azərbaycanda keçiriləcək. Azərbaycan bu sammitə ev sahibliyi edəcək. Bunu şərh eləməyinizi istəyirəm ki, neçə ölkə içərisindən məhz Azərbaycan seçilib? Hal-hazırda bilirsiniz ki, 2022-ci ildə belə bir təşəbbüs irəli sürülmüşdü ki, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan ölkələrin iştirakı ilə, başqa sözlə desə, Avropa qitəsində yerləşən ölkələrin bir siyasi platformasını yaradar. Burada da əsas məqsəd o idi ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizliyinin və birgə əməkdaşlığının, həmrəliyini təmin etmək üçün əlavə bir imkan yaradılsın. Və mən sizə deyim ki, bununla bağlı düzdür, bu hələ qeyri-rəsmi bir platformadır. O, bizim gələcəkdə bu rəsmi bir struktura çevirsin. Qeyri-rəsmi olsa da kifayət qədər ciddiyə alınan bir platformadır. Bəli, kifayət qədər ciddiyə alınan bir qurumdur. Təsadüfi deyil ki, elə hər il 2 dəfə, həm yazda, həm payızda üzv ölkələrin birində sammit keçirilir və burada da bir çox məsələlər ətrafından fikir mübadiləsi aparılır və gələcək strateji deməli, planlaşma həyata keçirilir. Bu baxımdan bu bizim çox önəmlidir və nəzərə alsaq ki, Azərbaycan təkcə Avropada deyil, eyni zamanda deməli, Asiyada da kifayət qədər aktiv rola malikdir. Uzun müddət deməli, qoşulmama hərəkətinə rəhbərlik edibdir və uzun müddət Avropa ilə Asiya arasında körpü rolunu oynayıbdır. Bu baxımdan da Avropada əlbəttə ki, Azərbaycana çox ciddi ehtiyac var və təsadüfi deyil ki, siz dediyiniz kimi, məhz 47 ölkə arasında 2028-ci ildə deməli, Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi üçün Azərbaycan seçilibdir. Yəni, bunlar indiyə qədər deyək ki, təxminən, məncə 12-ci sammit olacaq Azərbaycan ev sahibliyi etdiyi bu qurum. Yəni, 47 ölkədən demək olar ki, 12-si indiyə qədər Azərbaycan daxil olmaqla, yəni 2008-ci ildə ev sahibliyi edəcək. Bunu göstərir ki, doğrudan da Azərbaycan məhz Avropa Siyasi Birliyi üçün xüsusi önəm daşıyır və bu baxımdan da Azərbaycanın məhz ev sahibliyi edən ölkə sırasında olmağı mənə belə gəlir ki, bizə verilən həm qiymətdir, dəyərdir, həm də Azərbaycanın oynadığı rolun beynəlxalq nüfuzunun mən hesab edirəm ki, etirafı və qəbuludur. Bu da bizim üçün əlavə təbii ki, həm siyasi, həm iqtisadi dividendlər verəcək və əminəm ki, digər tədbirlərdə olduğu kimi bu sammiti də Azərbaycan yüksək səviyyədə keçirəcəkdir. Bildirdiniz ki, həm siyasi, həm iqtisadi dividendlər verəcək. Azərbaycan üçün Avropa Siyasi Birliyi ilə, ümumiyyətlə Avropa İttifaqı ilə əməkdaşlıq hansı strateji üstünlüklər verir ölkəmizə? Birinci bilirsiniz ki, Azərbaycan Avropanın ən birinci, ən belə də öndə gedən və etibarlı enerji təhlükəsini təmin edən tərəfdaşdır. Yəni, etiraf edək ki, bugün Azərbaycanın enerji məhsulları yaxud da karbohidrogen məhsulları birbaşa Avropa bazarlarına çıxarılır. Bu təkcə neft-qaz məhsullarından məhdudlaşmır. Bilirsiniz ki, artıq biz Qaradəniz üzərindən, Qaradənizin daha doğrusu altından xüsusi kabel çəkərək biz yaşıl enerjində, bərpa olunan enerjində məhz Avropa bazarlarına, Macaristan və Rumıniya üzərindən Avropa bazarlarına çıxarılmasından bağlı artıq müqaviləmiz var. Eyni zamanda bir şey də biz xüsusilə diqqət almalıyıq ki, bugün Orta Asiyanın da məhz yaşıl enerjisi, yəni bərpa olunan enerjisi məhz Azərbaycan üzərindən Avropaya gedəcəkdir. Və bununla bağlı bilirsiniz ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Bakıda noyabr ayında COP ərəfəsində bilirsiniz ki, xüsusi bir memorandum imzalanmışdır. Buna görə də bu baxımdan biz baxsaq, sırf bu baxımdan baxsaq, təbii ki, Azərbaycanın bugün ən böyük ticarət tərəfdaşı Avropa İttifaqıdır. Yəni, Avropa İttifaqı ölkələrdə səhv etmirəmsə 48%-ə yaxın bizim xarici ticarət dövriyyəmiz məhz Avropa ilə bağlıdır. Bu, bizim üçün təbii ki, Avropa bazarını daha deyək, cəlb edici edir. Eyni zamanda Avropanın da Azərbaycanın deməli, bu enerji təchizatında oynadığı rolu qiymətləndirir və buna da ehtiyac var və bu da iki tərəfli maraqlara uyğundur. Bu birinci aspekt. İkinci aspekt təbii ki, biz təhlükəsizlik nöqteyi-nəzərdə məsələlərə yanaşırıq. Çünki nə qədər də bizim aramızda fikir ayrılığı olsa da, nə qədər də bu Avropa İttifaqının deyək ki, bu heç bir şey yaramayan bu mülki missiyası bu ki, Ermənistanda yerləşdirilsə də və bizimlə Avropa İttifaqı arasında zaman-zaman bir ki, müxtəlif mövzularda fikir ayrılığı olubdur. Buna baxmayaraq Avropa İttifaqı ilə, Avropa ilə təhlükəsizlik deməli kontekstində ümumi Avropanın təhlükəsizlik arxitekturasının formalaşmasında, qurulmasında və müdafiəsində Azərbaycan da Avropa
deməli, cəmiyyəti ilə, Avropa siyasi birliyindən bir yerdədir və bu baxımdan da bu qiymətlidir. Üçüncü, əlbəttə ki, bizim mədəni, təhsil və digər sahələrdə innovativ deməli, sahələrdəki inkişafın təmin olunmasında, texnologiyanın və ya qeyd etdiyimiz süni intellektin inkişafı sayəsində təbii ki, biz Avropa institutları ilə və Avropa ölkələri ilə çox sıx əməkdaşlıq edirik və təsadüfi deyil ki, bugün Avropanın və dünyanın ümumiyyətlə aparıcı ölkələrində onların universitetlərində Azərbaycanın çoxlu sayda tələbələri təhsil alır və təsadüfi deyil ki, bugün məhz dövlət tərəfindən xaricdə təhsil alan tələbələrin deməli, təhsil haqqının ödənilməsi ilə bağlı Azərbaycan xeyli işlər görür və burada da təbii ki, Avropa ölkələrinin də payı az deyil. Yəni, bütün bunların hamısını nəzərə alsaq, həm humanitar, həm mədəni, həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik, həm eyni zamanda bayaq haqqında qeyd etdiyimiz deməli, enerji təhlükəsinin təminatında biz qarşılıqlı olaraq əməkdaşlıq edirik. Təbii ki, burada əvvəlki kimi biz inteqrasiya terminindən istifadə etmirik. Biz Avropaya hansı formada inteqrasiya haqqında danışmırıq. Çünki orada elə dəyərlər var. Orada ümumiyyətlə bizim qəbul etdiyimiz universal dəyərlər bir çox hallarda elə aşınmaya məruz qalıb ki, artıq bu barədə biz danışmırıq. Amma təbii ki, dediyim kimi, iqtisadi maraqlar baxımından, milli çıxarlarımız baxımından biz qeyd etdiyimiz kimi Avropa ilə sıx əməkdaşlıq edirik, etməliyik də. Eyni zamanda bayaq dediyim kimi Çinlə də, Amerika Birləşmiş Ştatlarla da, Rusiya ilə də, İranla da, yer gəlmiş İranla bağlı bizim son dövrlər münasibətlərimizin normallaşması, İranın prezidentinin Azərbaycana səfəri, Azərbaycan nümayəndələrinin İrana səfəri və qarşılıqlı verilən bəyanatlar təbii ki, bir də onu göstərir ki, biz Azərbaycan elə bir ölkədir ki, o hər zaman özünün milli maraqlarını birmənalı şəkildə, qətiyyətli şəkildə qoruyubdur. Bu milli maraqları nəzərə almayan, yaxud da almaq istəməyən ölkələr ara sıra problemlər yaratmaq istəsələr də, sonda Azərbaycanın mövqeyini müdafiə edib və Azərbaycanın dediyi müstəviyə gəlib çıxıb. Azərbaycanın gücü məhz ondadır. Ona görə qonşularımızla bizim qurduğumuz bugünkü münasibətlər və həyata keçirdiyimiz xarici siyasət birmənalı şəkildə onu diktə edir ki, bizlə dost olan istənilən ölkə qazanacaq. Bizə qarşı münasibətli korlamaq istəyən, yaxşı, bizə qarşı qərəzli və qeyri-dost münasibət göstərən istənilən ölkə gec-tez Azərbaycanın sərt siyasəti ilə və sərt mövqeyi ilə qarşılaşacaq və nəhayətdə təbii ki, uduzan biz gördük Fransanın da timsalında, başqa ölkənin timsalında qarşı tərəf olacaq. Elə bugün Ermənistanın baş nazirinin bir açıqlaması var idi, sülh müqaviləsinin imzalanması ilə bağlı. Bu prosesləri necə görürsünüz? Çünki cənab prezident bir daha elan elədi Macaristandakı Viktor Urbanla birlikdə mətbuata birgə bəyanatındakı sülh müqaviləsinin ideyası da bizə məxsusdur, onun mətninin hazırlanması da bizə məxsusdur və orada bütün Azərbaycanın istədiyi şərtlər artıq qismən də olsa yerinə yetirilib. Sadəcə iki şərt qalıb orada. Ermənistan konstitusiyasına düzəliş olunması və ATƏT-in Minsk qrupundan tam olaraq imtina olunması. Necə fikirləşirsiniz? Sülh müqaviləsi ilə bağlı proqnozlarınız necədir? Sülh müqaviləsi ilə bağlı, əvvəl onu deyim ki, Ermənistan son vaxtlar yenə də bu sülh müqaviləsi ilə bağlı manipulativ bəyanatlar verirlər. Deyirlər biz, yəni, sabah imzalamağa hazırıq, hətta ATƏT-in Minsk qrupunun rəsmən buraxılması ilə bağlı müraciəti sülh müqaviləsi imzalanan gündə imzalamağa hazırıq. Burada nədir manipulyasiya? Birinci, bilirik ki, ATƏT-də bütün qərarlar konstitusiyadan qəbul olunur və bilirik ki, hətta sülh müqaviləsi imzalanandan sonra paylı olaraq müraciət olunsa belə, deməli, ATƏT-in Minsk qrupunun və ona aid institutların dərhal ləğv olması baş verməyəcək. Çünki Fransa kimi ölkə veto hüququndan istifadə etsə, konsensus verməsə, bu qəbul olmayacaq. Onun üçün Azərbaycanın mövqeyi çox aydındır. Birinci, həmin o bədnam Minsk qrupu ləğv olunmalıdır. Çünki artıq münaqişə yoxdur. Sən münaqişənin yoxluğunu qəbul edirsənsə, onun indiyə qədər saxlanmasına niyyətən tərəfdarsan, yaxud da onun ləğv olunmasından bağlı, Minsk qrupunun ləğv olunmasından bağlı niyə konkret adımlar atmırsa? Ona görə də Azərbaycan mövqeyi burada bilməlidir. Minsk qrupu ləğv edilməyənə qədər hər hansı bir müqavilə imzalanmayacaq. İkinci, konstitusiya ilə bağlı. Onlar nə qədər şərh versələr də ki, Konstitusiya Məhkəməsi, nə bilim, Azərbaycana ərazi iddiası olduğunu qeyd etməyibdir və Konstitusiya Məhkəməsi düşünür ki, nə bilim, Ermənistan Konstitusiyasında Azərbaycana bağlı hansı bir iddia yoxdur. Bunlar yanlış və yalan bir məlumatlar, bunlar hekayələrdir. Bunlarla bizim başımızı aldatmağa cəhd etməyə çalışırlar. Dünya bilir, hamı bilir ki, hər bir ölkənin konstitusiyası
istənilən beynəlxalq müqavilədə üstün qüvvəyə malikdir. Sabah biz bunu imzaladıq deyək ki, Konstitusiya onu qəbul eləmədi. Konstitusiya məhkəməsi istənilən qərar verə bilər, şərh verə bilər. Sabah istənilən hakimiyyət dəyişikliyindən sonra baxar və istinad edər konstitusiyaya ki, xeyr, Qarabağ bizim ərazimizdir, bizim konstitusiyada bu müddəa var və yaxud və s. Yəni bu həm beynəlxalq hüquq baxımından, həm dövlətlərin qanunvericilik baxımından çox böyük bir problemdir və Azərbaycan haqlı olaraq, legitim olaraq bu məsələləri ortaya qoyubdur və tələb edir ki, bu iki məsələ ləğv edilməyənə qədər, həll olmayana qədər müqavilə imzalanmayacaq. Ona görə də burada proqnoz vermək biraz çətindir. Niyə çətindir? Deyək ki, mən belə düşünürəm də, ATƏT-in Minsk qrupu ilə bağlı yəqin ki, müraciət olunacaqdır. Çünki artıq Ermənistanın başqa bir çıxış yolu qalmayıbdır. Bu müraciət olunandan sonra biz baxacaq görə ATƏT-in üzvləri buna necə reaksiya verirlər. İkinci, konstitusiyadan bağlı referendum keçirməlidir. Referendum deyir, indi mətni hazırdır. Naziri Ermənistanın baş nazirinin həm sözçüsü, həm də səhv etmirəmsə Ədliyyə naziri bəyanat verdi ki, mətn artıq demək olar ki, yəni konstitusiyanın yeni konstitusiya mətni hazırdır və bu referenduma çıxarıla bilər. Qərar nə veriləcəksə ona da uyğun addımlar atılacaq. Amma bunları sürətləndirmək lazımdır. Birinci, yeni konstitusiyanın mətnində təbii ki, heç bir halda həmin o bədnam deməli müstəqillik haqqında bəyannaməyə Ermənistanın o istinad olmamalıdır. Bir də həmin mətn hazır olunandan sonra sürətli bir şəkildə müzakirəyə çıxarılıb qəbul edilməlidir. Bunu Ermənistan hökuməti nə qədər tez başa düşsə anlasa o qədər yaxşı. Təbii ki, ondan vaxt uda bilərlər və siyasət də bundan ibarət. Təbii ki, ondan paralel olaraq silahlandırma siyasətini həyata keçirirlər. Biz bunları yaxşı bilirik və görürük. Amma Ermənistan da artıq baş nazirdə bu, necə deyərlər, o süni sülhpərvər imicini, yaxud da bu süni şəkildə mən ən böyük sülhpərvərəm deyə verdiyi bəyanatları məncə heç bir siyasi əhəmiyyət kəsb etmir və bunu Azərbaycanda bütün imkanlardan istifadə edərlər və dediyiniz kimi Cənab Prezident həm Budapeştdə keçirdiyi görüşlərdə, həm ayrı-ayrı iki tərəf, çox tərəfli görüşlərdə dəfələrlə bunu bəyan edibdir və dünya ictimaiyyətdə açıq, aydın şəkildə başa düşür və bilir ki, Ermənistan bu addımları atmalıdır, onun verdiyi bəyanatların heç bir siyasi əhəmiyyəti yoxdur. Sülhlə bağlı real addımlar atmaq üçün iki şərti mütləq şəkildə qəbul etməlidir. Süni şəkildə özlərini sülhpərvər göstərirlər, amma real şəkildə regiondakı logistik layihələrdən, beynəlxalq layihələrdən yürütdükləri siyasət nəticəsində kənarda qalırlar. Bilirsiniz, bu əlbəttə Ermənistan əgər vaxtında indi biz onu 30 illik işğal dövrünü biz başa düşürük burada nə qədər bizə böyük bir maddi mənəvi ziyan vurdular, nə qədər bizim insanlarımızı şəhid etdilər, ərazilərimizi işğal etdilər, torpaqlarımızı, yəni şəhərlərimizi hansı vəziyyətdə sahiblər. İndiyə qədər də biz onların hələ minalarını təmizləyib başa çatdıra bilməmişik. Bu qədər şəhərlər yenidən qurulur və yer gəlmişik heç bir kənar dəstək almadan. Burada yer gəlmişik yenə də bu dünya təşkilatlarının, yaxud da ayrı-ayrı Avropa institutlarının, beynəlxalq qurumlarının bu ikiyüzlüyüdür. Yəni bir dəfə də olsa Azərbaycana bu quruculuq işlərində yardım etmədilər. Mina təmizlənmə işlərində az da olsa müəyyən deyək ki, yardım etsələr də, bu da məcburən, mən yenə deyirəm, belə bir hadisədir. Bu sırf humanitar hadisədir və insanların ölümünə səbəb olan bu minaların aradan qaldırılması, təmizlənməsi həm də beynəlxalq qurumlara mənsəb edirəm ki, bir nizamnamə borcudur. Bunu etmirlər. Ona görə də indi bu şəkildə ki, bunlar indi Paşinyanın bir deyək ki, o sülh qovşağı adında bir bəyanatı vardı, yaxud da bir proyekti vardı. Onun da heç bir mənası yoxdur. Onun da heç bir reallıqda, real onu icra etmə imkanları yoxdur. Ona görə də bugün Azərbaycan təklif etdiyi bu Zəngəzur dəhlizinin sürətli şəkildə açılması, bugün regionda bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında sərhəddə qapalıdır, münasibətləri tənzimlənməyibdir. Bu da həm də Azərbaycanın münasibətlərinin tənzimlənməsindən keçir. Ermənistan da bunu başa düşür və düşməlidir ki, bütün bunlar hamısı bu ki, Ermənistanın düşdüyü bu dalandan, bu siyasi təcriddən, yaxud da iqtisadi təcriddən çıxması üçün mütləq şəkildə Azərbaycanla münasibətləri normallaşdırmalıdır və bu da normallaşmada bir məna şəkildə yerdə qalan iki şərtin icrasından keçir. Azay müəllim, təşəkkür edirəm studiyamıza gəlib suallarımıza ətraflı cavablandırdığınız üçün minnətdaram. Sağ olun Səbinə xanım, dəvətiniz üçün təşəkkür edirəm mən də. Xatırladım ki, studiyamızın qonağı millət vəkili Azay Quliyev idi. Biz onunla Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını, həmçinin regiondakı siyasi prosesləri müzakirə edirdik. Görüşmək ümidi ilə hələlik.